Salam əziz dostlar, mən Çingiz Pəhlivan, hal-hazırda sirkdə işləyirəm, mən pəhlivan kimi fəaliyyət göstərirəm. Yəni pəhlivan sirkdə olur, tədbirlərdə olur, səhnə adamına deyilir. İndi sizə bir video qoyacağım, bu videoya baxın və indidən deyirəm, qadınlar, uşaqlar bu videonu izləməsin. Yəni məsləhət görmürəm izləməyə, sonra deməyin ki, niyə Çingiz belə danışdın? Və buradan telefon nömrəmi də yazacağım, WhatsApp nömrəsində yazacağım. Əgər kimsənsə, nəsə sözü varsa, mənlə, əgər kişiliyi varsa, artıq əski söz yazanlara deyirəm. Mənə artıq əski söz yazanlar, kimliyindən asılı olma, kişiliyi, namusu, qeyrəti varsa, WhatsApp nömrəmi yazacağım, o nömrə ilə məndən sivyaza çıxarlar. Başqa adamlar yox, sırf məndən qəsdi qərəzli olan, nəsə sözü olan, elə başda elə bax bu Elçin Zəki olmaqla deyirəm. Kimin nə söz var, məndən sivyaza çıxar, görüntülü danışar, lazımı sözləri deyərəm. İndi isə videonu izləyin, xahiş edirəm. Salam olsun əziz dostlar, əziz qardaşlar. Bizim fəxrimiz elmin. Vallahi billahi deyirəm. Quran haqqı bizim öz dünya görüşümüzə görə baxaraq. Elmizdə bir dənəsən, vallahi. Dünya sənə paxıllıq eləyir, dünya pəhləvanları sənə paxıllıq eləyir. Mən şəxsən özüm baxıram sənə, valih oluram. Deməli, əziz dostlar, gördüyünüz kimi Elçin Zəki orada nə deyir? Deyir, səni dünya tanıyır, bütün dünya pəhlivanları sənin paxıllığını çəkir. Birincisi, Elçin, sən belə bir dəfə mahnın çıxmışdı, bax belədir Dolevarovskaya, kimsənsə mahnısını oxumusan, qalan mahnılarında elə görünür ki, xətrvə də dəysə də dəyməsə deyəcəm, talpuçka mahnıları oxuyursan, sən bir müğənni olaraq bir müğənniliyi eləmirsən. Get nə bilim meyxana şəklində oxuyursan, özündən heç nə oxuduğu heç özün də bilmirsən, onun bunun mahnılarından söz yazıb görsən müğənni olmursan. Heç sənin özünü, heç Azərbaycanda heç düzəməlli tanıyan yoxdur. Bu bir. Get günə müğənniliyinlə məşğul ol, get mahnıvı oxucunan, get nə bilim konsertivi elə günən. Sən kimsən ki, o pişi pəhlivanların adından danışırsan. Mənə maraqlı deyil ha. Başqa pəhlivan nə reaksiya verəcək. Mən bir pəhlivan olaraq, mən sənə reaksiya verirəm. Deyirsən, sən özün dünyadan xəbərin var, Elçin. Ümumiyyətlə, sən dünyanın hansı ölkəsində olmuşsan? Rusiyaya getmişsən, gəlmişsən, dünyanın adından nə danışırsan? Sən ümumiyyətlə, dünyadan xəbərin var, Elçin. Hə? Sənin dünyadan xəbərin olsaydı, Abşakovu söhbət eləməzdin. Dünyanın pəhlivanları sənin paxıllığını çəkir. Mən sənə söyməyəcəm. Çünki bilinir ki, sənin elə səviyyən buradadır. Yəni, aşağı səviyyədə olan bir insansan, danışığı bilmirsən. Bütün dünya deyir, pəhlivanları sənin paxıllığını çəkir. Pəhlivanın biri mən. Mən elminin paxıllığını çəkirəm. Mən öz işimi görürəm, öz sənətindəyəm, pəhlivan kimi fəaliyyət göstərirəm. Elminə qalanda elmin pəhlivan deyil. Elminin ağzından heç o söz çıxmayıb ki, mən pəhlivanam. Güc videoları çəkir, silavoy videolar çəkir. Elin gözü tərəzidir. Güclü oğlan gələr bir güclü bir adamın yanına. Mən yenə də demişəm, sözümdən qaçmıram, sözümdən danmıram. Haçan gedər Azərbaycanda powerlifterlarımız var, Razim Hüseynov, strongmanlarımız var, Aydın Ümbətov. Bir geçsin o bizim uşaqlar var da ştan qaldı. Məsəl üçün Kamran Lazımov. Ştan qaldı ki, bir geçsin onların zalına. Da gedib o başına 5-6 dənə uşağı o paçanı yığıb mənə güc videosu göstərtməsini. Video çəkirəm, gedir, girir Nizat Xosrovzadə. Nizat Xosrovzadə kimdir ki? Nizat Xosrovzadənin nə titulu var ki? Əlində lyamka ilə tiyaqa qaldırırlar. Harada görünüb ki, powerlifter əlində lyamka ilə tiyaqa qaldırsın? Özü tiyaqa da qaldırmır, nə bilim o nə hərəkətdir, onun ümumiyyətlə aidiyyatı olmayan bir güc yoxlamaq üçün mən yenə deyirəm, geçsin Razim Hüseynovun yanına bir ştank qaldırsın orada, geçsin Aydın Ümbətovun yanına bir güc göstərsin, ondan sonra qarpız deşən dünya üzrə pəhlivan olmur. Pəhlivan sənəti Azərbaycanın dədə-baba sənətidir. Bu sənəti yaşatmaqdan ötürü sən hansısa bir ölkədə, hansısa bir səhnələrdə pəhlivan kimi fəaliyyət göstərtməzsən. Başa düşdün? Sənin ümumiyyətlə müğənnilikdən, musiqidən anlayışın yoxdur. Sən elə sənət adamı olsaydın, sənətkar olsaydın, belənçinə danışmazdın, Elçin. Sənə axırıncı xəbərdarlıq eləyirəm. Mən sənin üçün yenə deyirəm, uşaq deyiləm. Mən bilmirəm sən nə fikirləşirsən, kimə arxayınsan, mən heç kimdən qorxmuram, heç kimdən də çəkinmirəm. Nömrəmi də buraya yazmışam, sözü olan çıxsın məndən sivyaza. Sənin üçün güclü ola bilər. Deyə bilərsən ki, mənim üçün güclüdür, amma dünya pəhlivanların adına Abşakovu danışma. Azərbaycanda sənətkar pəhlivanlar var, sənətçilərimiz var bizim. İllər boyu həyatların pəhlivanlığa, sağlamlıqları hamısı pəhlivanlığa gedibdir.
Sən deyirsən ki, bütün pəhlivanlar onun paxılı. Kimdir ki, onun paxıllığını çəksinlər? İndiyə qədər bir dənə titulunu, Azərbaycanın bir titulunu pəhlivanın meydanına gəlib bu. Azərbaycanda olanda neçə dəfə meydana çağırdılar, yenə deyirəm, gəlmədi o. Bir gəlib pəhlivanların içində güc göstərib, o pəhlivanların adından sən danışırsan, sən paxılı. Heç bir Azərbaycanda olan pəhlivan sənətində olan oğlan, heç biri nə Elçinin, nə Çingizin, nə Məmməd Hüseynin heç kimin paxıllığını çəkmirlər. Hər pəhlivanın öz sənəti var, hər pəhlivanın öz korona hərəkəti var. Hər pəhlivan da öz hərəkətini özü yaxşı eləyir. Sən burada oturub mutka sazda eləmə, başa düşdün Elçin? Danışığa fikir ver, yekə kişisən. Bütün dünya tanıyır. Dünya, Azərbaycanı dünya tanımır. Sən nə danışırsan? Azərbaycanı heç dünya tanımır. Dünya ölkələrin çoxsu Azərbaycanı tanımır. Binəqədim qurğuna qədər gedirsiniz dünyanın adından da. Dünyada tanınmaqdan ötürü sənəti yaşadan adamlara dəstək olmaq lazımdır. O qədər sənət yaşadan insanlar var Azərbaycanda. Girib burada mutka sazdat eləmək lazım deyil. Buna bax. Deyir, Azərbaycanda deyir, bütün dünyanın sənə paxıllığı tutur. Sən dünyadan xəbərin var, ümumiyyətlə dünyada necə idmançılar var, necə güclü insanlar var. Dünyanın, sən elə dünyan elə ora qədər imiş. Sən elə dünyanın buradan bəllidir ki, balaca bir dənə qurğun var, onu sən dünya sayırsan. Gərə indən belə geçsin, öz işi ilə məşğul olsun. Pəhlivan sənətinə, pəhlivan haqqında danışa bilər ancaq pəhlivan. Mahnı oxuyan, nə bilim, balet oynayan gəlib burada pəhlivanlıqdan danışmasın. Yenə deyirəm, hərə geçsin işinlə məşğul olsun. Sözü olan da, bura WhatsApp nömrəmi yazıram. Birbaşa WhatsAppda məndən CV yaza çıxsın. Yazmasın, ha, görüntülü. Qutardı, getdi.